Doktor, xəstələrin ən çox verdiyi suallardan bir neçəsini sizə demək istəyirəm. İnvaziv ağrı prosedurları neçə dəfə icra olunur və təkrar oluna bilərmi? İnvaziv ağrı prosedurları adətən 1, bəzən də 2 dəfə icra olunur. Öncə inyeksiya dediyimiz diaqnostik iynələrlə müdaxilə edirik. Ondan sonra daha uzun müddət qalıcı olaraq ikinci bir proseduru icra edirik. Bu prosedurlar effekt müddətinə görə təkrarlana bilər. Bəs bu prosedurların hər hansı bir zərəri varmı? Adətən hər hansı bir yan təsiri və ya zərəri söz konusu deyil. Əgər düzgün xəstə seçilərsə və düzgün müdaxilə olunarsa və professional həkimlər, yəni təcrübəli ağrı həkimləri tərəfindən icra olunarsa, hər hansı bir zərəri yox deyiləcək qədər azdır. Narkoz lazımdırmı, yoxsa lazım deyil? Adətən bizim elədiyimiz prosedurlar yerli keyləşdirməklə, yəni iynənin daxil olacağı bölgələr keyləşdirilir. Ondan sonra prosedur icra olunur. Amma bəzən də xəstənin həyəcanını yatışdırmaq adına az miqdarda şuuru açıq olacaq şəkildə yüngül sedasiya icra olunur. Prosedurdan sonra xəstə eyni gündə evə göndərilir, yoxsa xəstə qalır? Bəli, bütün xəstələr prosedurdan yarım saat sonra, qısa bir müşahidə monitorizasiyadan sonra bütün xəstələr evinə göndərilir. Prosedurda qarantiya varmı və vardırsa əgər neçə faiz qarantiya verilir? Ümumiyyətlə tibbdə qarantiya olmaz. Amma prosedur etdiyimiz xəstələrin 70-90% arasında effekt görürlər.